فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Ağıl sahibləri ibrət alarlar. Bismillah. Bir nəfər Ər-Rəhmən surəsini oxuyur. O əsnada balaca bir uşaq atasından soruşur. Ata, niyə eyni cümlə təkrar deyilir? Allahın rəhməti sayəsində bilirik ki, Ər-Rəhmən surəsində 31 dəfə فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Yəni, nəyi yalan saya bilərsiniz ki, hər şeyi Allah yaradıb? Ayəti 31 dəfə təkrarlanır. Uşaq da elə bunu qəsd edir. Atasından soruşur ki, ata, niyə eyni cümlə təkrar deyilir? Ata nə cavab verəcəyini düşünərkən, uşaq Allahın izni ilə öz sualına hamıya ibrət olacaq öz cavabını verir. Anlamırlar deyəmi, atacan? Subhanəkə Allahümmə və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfurkə və atubu ileyk.